Salam aleykum, hər kəsi salamlayıram. Ürəyimdən gələn sözləri demək istirdim ki, həqiqətən də biz deyəndə, yəni şəxsən mən kiçik yaşlarımdan Allaha bağlı olan adamam və necə deyərlər, İmam Hüseynimizi aşiqiyəm. Mən uşaqlıqdan, yəni ki, tək mən anadan olub bunu görməmişəm. Necə deyərlər, sözün yaxşı mənasında nəsildən nəslə, yəni biz böyüklərimizdən bunu görmüşük ki, Allaha necə bağlı olmağı, Allahı sevməyi, namaz qılmağı, həmçinin də şükürlər olsun ki, bu paydan bizə də nəsib olub. Allah bizim imamımızı kamil eləsin və ağlımızı başımızdan almasın və İmam Hüseyn deyiləndə həqiqətən də biz o qədər səfərlərdə oluruq yarış barəsində və öz dualarımızı Allaha şükür edirik və hər zaman İmam Hüseynin adını çəkirik qəlbimizdə və yaxud səslə, çünki əvvəllər bizə səslə icazə vermirdilər, amma buna baxmayaraq biz hər zaman yarışlarda İmam Hüseynin adını çəkərdik və Allaha bağlı olurduq və döyüşə belə çıxırdıq. Allahdan həmişə qələbə bizimlə olsun, biz İmam Hüseyn aşiqiyik və düşünürəm ki, bu bizim son nəfəsimizə qədər belə olacaq. Allah hamımıza gözəl həyat versin və inşallah imamımızı kamil eləsin.